Timoteyə məktub 1:9-da belə yazılıb. Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfüne görə xilas edib, müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsa'da verilmişdi. İndi isə xilaskarımız Məsih İsa'nın zuhuru ilə üzə çıxdı və yazır, o ölümü yox etdi. Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi. Biz hər birimiz müjdəni eşitib bura gəlmişik. Müjdə ondan ibarətdir ki, biz artıq ölməzik. O demək deyil ki, biz dünyamızı dəyişməyəcəyik. Xeyr, bizim üçün artıq cəhənnəm yoxdur. Çünki oğula malik olanın əbədi həyatı var. Oğula malik olanın əbədi həyatı artıq var. Bu garantidir, Rəbb tərəfindən hər birimizə verilib. Bu sual işarəsi altında deyil. Bu düşündürmür, bu garantidir. Verir ki, sənin %100 əbədi həyatın var, artıq sənin üçün ölüm yoxdur. Çünki müjdə vasitəsilə bizə ölməzlik və əbədi həyat aşkar olub. Baxaq bugün həyatımıza, biz xəstəliklə üzbəyiz gələndə, hansısa bir vəziyyətlərə düşəndə hələ də qorxuruqmu biz imanlılar? Baxmayaq ki, illərlə gəlib gedirik, illərlə İsa Məsihi tanıyırıq, hələ də qorxu bizdə varsa gəlin dua edək Rəbbə. Rəbbə yalvaraq ki, o qorxunu götürsün, o əminliyi versin bizə. Rəbbin vədlərinə iman edək.